valideyn də uşağından əl çəkə bilir. Yəni Mən də buna nə qədər izah etməyə çalışdım. health sözünü görüb 100% deyib ki, bu health var sonra tibb. Ən yaxşı məsləhəti orada oxuyan uşaqdır. Saat 9-da dura bilmir. Hamıya salam, mən Murad Məmmədzadə, Səl Xətai Mərkəzinin rəhbəriyəm. Bugün Fərid bəy özünüz təqdim Mən Fərid Kərimov, SELT Xarici Təhsil Şöbəsinin rəhbəriyəm. Bu gün Murad müəllimlə xarici təhsil, ona hazırlıq, şagirdlər necə hazırlaşa bilər və sair xarici təqaüd imkanları, xarici təhsil imkanları barədə danışacağıq. Bəli, bu gün müzakirələrimiz bundan ibarət olacaq, amma gəlin belə bir başlayaq da. Birbaşa mən suala keçid eləmək istəyirəm ki, sizcə xaricdə oxumağa dəyərmi, yoxsa yox? Ümumiyyətlə xarici təhsil mövzusu çox genişdir. Bu haqda bəlkə biz 2 saat, 3 saat danışsaq bitməz. Çünki hər kəsin çoxlu sualları var və s. və ümid edirəm ki, bizim bu çəkilişimiz izləyicilər üçün bir o suallarına aydınlıq gətirəcək. Xaricdə təhsil almağa qərar verən insan öncə bir 8-ci sinifdə ya da 7-ci sinifdə bir qərar verməlidir. Bu ixtisası xaricdə oxumaq istəyirmi və yaxud da beynəlxalq bir mühitə düşmək istəyirmi və s. Əlbəttə ki, əgər suala konkret cavab versək, xaricdə təhsil almağa dəyər. Amma hansı ölkə, hansı universitet və s. bu seçimlərdə çox diqqətli olmalıdırlar və şagird özünü ona hazır hiss eləyirmi? Ən önəmli məsələ budur. Sadəcə qonşunun bəhsinə düşüb xaricdə təhsil almalıyam deyə bir şey olmamalıdır. Özünü əgər hazır hiss eləyirsə, əlbəttə ki, seçimlərini o ixtisas üzrə beynəlxalq təcrübəni əldə etmək üçün və ən önəmlisi bir şəxsiyyət kimi formalaşmaq üçün mənə görə xarici təhsil çox önəmlidir. Biz fəhməm. Yəni 8-ci sinifdəndir sizdə, yəni 8-ci sinifin tələbəsi, yəni şagirdi necə başa düşür ki, mən xaricdə oxumaq istəyirəm? Yəni hazırlarmı? Sizcə 15-14 yaşlı uşaq hazırdırmı xaricdə oxumağa? Yəni məncə indiki dövrdə artıq AI dövrüdür deyə uşaqlar hər şeyə bələddir, hər şeyi araşdıra bilirlər. Əgər onun sinifdə qərar verərsə, bu artıq onun hazırlanması üçün gec olar. Siz də bilirsiniz ki, artıq biz 5 il, 6 il uşaq hazırlaşmır, sadəcə ümumi məktəbə gedir, gəlir və onun sinifdə birdən-birə başlayır SAT, AEP, IELTS, TOEFL və s. və uşaq... Bu da bir səhvdir, Fərid mənim. Özünüz daha təcrübəniz var bu uşaqlarla və görürsünüz ki, uşaqlar artıq beyin yorulur, qəbul eləmir. Yəni nə qədər çox intensiv bir proqram təyin olunsa da uşaqlar qəbul eləmir. Bu da bir səhvdir, Fərid müəllim. Ona görə ən azından erkən başladığında ən az riyaziyyat biliklərini yaxşılaşdırmalıdır. Hətta xarici təhsil qərarı verməsə belə, Azərbaycanda oxusa belə, bunun riyaziyyat bilikləri çox yaxşı olmalıdır. Özəlliklə mühəndislik oxuyursa, biznes, ekonomika oxuyursa və ingilis dili günümüzün ehtiyacı olan bir dildir. Ona görə əgər bu ən azından ingilis dili və riyaziyyat biliklərini yaxşı səviyyədə saxlayarsa, bu 9-10 sinifdə başlasa belə yenə yetərincə kifayət qədər tez bir zamanda əldə edə bilər. Ümumiyyətlə mənim tövsiyəm odur ki, 10-cu sinifin sonunda bir şagirdin bütün imtahanlara hazır olmalıdır. 11-ci sinifdə çünki uşaqlar çox zaman bu Dövlət İmtahan Mərkəzinin imtahanlarına hazırlaşırlar. Son zəngi hazırlaşırlar. Başları çox qarışıq olur və vaxt limiti olduğu üçün yayınırlar dərslərlə. Artıq uşaqlar belə stresə girir. Ta ki dekabrda SAT imtahanına girir. Əgər o imtahanda yığmasa balını, çox stresə girir ki, artıq mənim bir imtahan vaxtım qalıb mart ayı. Ondan sonra mənim universitetimin deadline bitir və mən universitetə girə bilməyəcəm. Stresə düşürlər və daha çox həyəcanlanırlar. Amma müqayisə eləsək, 10-cu sinifdə girən uşaqlar daha rahatdılar, daha yaxşı bal yığırlar və yaxud da 9-10 sinifdə girənlər. Ona görə bizim konsultasiyalarda ilk tövsiyəmiz bu olur ki, nə qədər erkən planlama eləyərsinizsə, o qədər daha yaxşı olur. Məncə siz, yəni ümumiyyətlə şagirdləri, valideynlər əgər fikirləri odur ki, mən xaricdə oxumaq istəyirəm evladım, 8-ci sinifdən artıq başlatmaq lazımdır. Mütləq bizim yəni qarşılaşdığımız ən böyük problemlərdən biri bilirsiniz nədir? Tələbələr 11-ci sinifin başına gəlir, ingilis levelları yoxdur. Deyir ki, mən istəyirəm ki, evladımı göndərim xaricdə. 3 ay içində mən birdən-birə IELTS-dan 8 yığmaq istəyirəm, SAT 1500 olmaq istəyirəm. 13 çünki elə yığıb ona görə. Bunun əslində səbəbi o əslində xarici təhsil qərarı verməyib, birdən görür ki, ətrafındakı kimsə gedib, uşaq gedir, qonşunun uşağı xarici təhsil alıb və bu da başlayır ki, sən də xarici təhsil almalısan. Təbii ki, bu mümkünsüz bir şey deyil. Amma erkən qərar versələr buna, ən azı dediyim kimi xaricdə təhsili qərarı vermirsə və yaxud da uşağı heç xaricdə təhsildə göndərmə fikri yoxdursa, amma ən minimum halda ingilis dili biliyi olsun, ondan sonrasında artıq qərar verdiyində bu uşağın B2 leveli olacaq.
B2 level olduğunda bu daha tez inteqrasiya olacaq bu imtahanlara və yaxud da IELTS və sair digər imtahanları verməyə. Həmçinin universitetlərin çoxunda daxili imtahanlar olur. Yəni təkcə IELTS-lə qəbul eləsələr də, amma daxili imtahanlar olur və oxumaq çox çətindir. Bunu düzdür, heç bəlkə də %90% insan başa düşmür. Çünki hər kəs düşünür ki, sadəcə IELTS imtahanı verib gedib mən təhsil ala bilərəm. Amma ora gedəndən sonra artıq təsəvvür edin ki, computer science gedir, amma elə ki IT bilikləri demək olar ki, sıfırdır. Bəzən sual verirəm ki, hansı proqramlaşma dilini bilirsən? Deyir ki, heç biri ümumiyyətlə o nədir? Paint bilirəm, rəsm çəkirəm. Yəni Word-ü bilməklə deyir mən IT biliklərim yaxşıdır və o artıq ora gedib düşəndən sonra görür ki, burada fərqli şeylərdən danışırlar. Biri robotikadan danışır, biri AI-dan danışır və bu başlayır biraz depressiyaya girir. Fərman, üzr istəyirəm, sözü kəsirəm. Bizim əksər valideynlər düşünür ki, uşaqlar gecə universitetdə hər şey öyrənəcəklər. O məncə səhv düşüncədir. Birbaşa universitetə hazır getmək lazımdır ki, biz nə qarşılayacağıq da, yəni biz orada nə ilə qarşılaşacağıq. Elə buradan da yəni valideynlərə bildirmək istəyirəm ki, siz 10-cu 11-ci sinifi gözləməyin. Övladınızı xaricdə oxutmaq istəyirsə, mütləq şəkildə ən gecə 8-ci sinifdən başlatmaq lazımdır. O 100% elə olmalıdır. Çünki hər zaman düşünürlər ki, orada gedib Word Excel öyrənəcəm. Yəni bu çünki bizim transkript var. Yəni 9-10-11-ci sinifin transkriptlərinin qiymətlər cədvəlini təqdim edirik universitetdə və orada onun qiymətləri görünür. Orada informatika dərsi də var. Yəni universitet düşünür ki, artıq bu etapı sən orta məktəbdə keçməlisən. Sən artıq universitetdə daha üst, necə ki riyaziyyat kalkulus dərsi keçirir, ali riyaziyyat dərsi keçirlər universitetdə. Eynilə digər bölmələrdə də informatika olsun və yaxud da biznes olsun, iqtisadiyyat olsun və s. o onun üst levelini keçir. Və üst levelini keçdiyi üçün geri dönüş onunla sıfırdan nəyisə başlamayacaq. Təbii ki, bunu uşaqlar ora gedənə kimi tam şəkildə məsuliyyətini anlamırlar və ya başa düşmürlər. Amma ora gedəndən sonra artıq başa düşürlər ki, burada həyat başqa idi. Fərman, belə universitetlərdən danışırıq, ölkələrdən danışırıq. Belə bir sual verim də sizə, yəni siz özünüz yəni təhsil alsaz hal-hazırda, yəni təsəvvür edin universitet hazırlayır. Hansı ölkədə yox, daha çox gəl ixtisası danışaq. Yəni ölkə biraz daha genişdir. Nə ixtisası seçmək istəyirsiniz? Özünüzə nə məsləhət görərsiniz? Qayıtsaz 9-cu sinifə, 8-ci sinifə. Ya əslində həqiqətən də uşaqları bir yerdə anlayıram ki, 8-9-cu siniflərdə ixtisas seçimi qərarı vermək çox çətindir. Mənə görə, yəni bu şəxsi düşüncəmdir, hər bir ixtisasda uğurlu olmaq mümkündür. Yəni fərq eləməz. Rəssam da çox uğurlu ola bilər, memar da uğurlu ola bilər və yaxud da idarəçilikdə də çox uğurlu ola bilər. Hər bir sahənin çox ehtiyac olan, yəni yaxşı özünü professional şəkildə inkişaf elətdirəcəksə, hər bir ixtisasda uğurlu ola bilər. Amma təbii ki, bir var 1000 nəfərin içində uğurlu olsun, bir var 50 nəfərin içində uğurlu olsun. Bizim Təhsil Nazirliyinin Dövlət Təqaüd proqramında orada ehtiyac olan sahələri, ölkəmizin ehtiyacı olan sahələridir. Hansı ixtisaslara daha çox ehtiyac var? Orada özəlliklə mühəndislik sahələridir, mütləq şəkildə AI-dir, artıq süni intellekt və s. və kənd təsərrüfatı. O haqqda elə danışma, sual vermək istəyirdim sizə. Kənd təsərrüfatı sahəsində düzdür, bizdə uşaqlar buna çox biraz elə aşağı. Təkcə uşaqlar yox, məncə Fərman, elə valideynlər də bəyənmirlər. Çünki prestijli deyil. Kiməsə deyə bilməz ki, mənim uşağım. Agriculture, bəli, agriculture təhsil. Mənim 3 il əvvəl ya da 4 il əvvəl bir uşaq gəldi, dedi ki, mən Macaristanda aqronomluq oxuyacağam. Hər kəs də güldü bunun dostları belə ki, sən bu nə ixtisasda oxuyursan, biznes menecment qalıb və s. Amma o atası dedi ki, sadəcə biz bu ixtisas üzrə mütəxəssisi bir həftəsinə $5000 pul verib Azərbaycana gətiririk Türkiyədən. Elə az deyiblər yəni. Minimumu o vaxt, yəni 2019 idi və s. Yəni bir həftəsinə $5000, $6000 pul verir. Dedi, sadəcə bu uşaq gedib oxusa, gəlib mənim yanımda işləsə belə bəsdir. Başqa bir şey istəmirəm və demək olar ki, başına dönürlər. Belə loro dildə desək ki, bu ixtisas üzrə həqiqi mütəxəssisin başına dönürlər. Ona görə və indi universitetlərdə çox yaxşı bir imkan var. Yəni birinci il gedir uşaq, ixtisas seçmir, fakültəyə qəbul olur və ondan sonra istədiyi ixtisasa dəyişə bilir. Bu həm Amerikada mövcuddur, həm də Türkiyədə bəzi universitetlərdə mövcuddur və o universitetlərin statistikasına görə tutaq ki, uşaq iqtisadiyyat seçib, gəlib və 90% tələbə ixtisasını dəyişir.
Yəni burada iqtisadiyyat istəyirəm və yaxud da mühəndislik istəyirəm gedir, sonra orada 1 il sonra dəyişir. Çünki orada həqiqi istədiyini tapır. Murad müəllim, siz hal-hazırda təhsil mərkəzinin rəhbərisiz və şagirdlərlə çox işləyirsiniz. Yəni sizcə xaricdə təhsilə getmədən hazırlıqlar hansı formada olmalıdır, nə vaxtdan başlamalıdır? Yəni məsələn ingilis dilində nə vaxt başlasın ki, bu çatdıra bilsin? Yoxsa bu uşağın özündən asılıdır? Yəni Seltim bu sahədə hansı bir proqramı tətbiq edir? Bu barədə biraz danışaq. Çünki valideynlər bu barədə çox suallar soruşurlar, özəlliklə məndən ki, nə vaxt başlayaq, necə başlayaq, hansı formada başlayaq? Bu siz daha təcrübəlisiniz bu sahədə. Fərman, bilirsiniz, yəni biz həftə ərzində bir 50-dən çox valideynlə görüş keçirdirik və hər biri fərqli-fərqli insanlardır, fərqli-fərqli xarakterlidir və fərqli-fərqli istiqaməti olan ailələr gəlirlər bizə. Çox adam gəlir, yenə az öncə bildirdiyim kimi 11-ci sinifdə gəlirlər ki, biz xaricdə oxumaq istəyirəm, amma gəlirlər ingilis dilləri A1, A2 səviyyəsində çıxırlar. Elələri də var ki, gəlirlər 8-ci sinifdə ingilis levelları B2-dur. Bu YouTube-un sayəsində olur. Yəni YouTube-a da baxa bilərlər uşaqlar. Əlbəttə ki, ingilis dilində baxırlarsa. Yəni çox inkişaf edir uşaqlar artıq. Yəni ingilis dili bazaları YouTube-un sayəsində Mr. Beast-ə baxırlar, iShowSpeed-ə baxırlar, digər YouTube kanallarına baxırlar və istəsə əvvəl rus dilli gəlir, indi ingilis dilli gəlir. Bəli, əvvəl A4-ə baxırdılarsa, indi yəni iShowSpeed-ə baxırlar. Yəni hətta valideynlər də artıq ingilis dili levelları demək olar ki, çoxu bilir. Bəli, uşaqların sayəsində bilirlər. Yəni mən belə məsləhət görərdim ki, ilk öncə uşaqların əksəriyyəti yəni valideynin yolu ilə getmək istəyirlər ki, mənim atam bu işdə çalışır. Mən də bu işə. Mən də belə olsam uğurlu olaram. Mən də belə olsam uğurlu olaram, çünki görür ki, artıq belə deyim, yəni evdə o qədər atasının işini görür ki, və onda suallara cavab tapır ki, mən də işləsəm bunları belə eləyə biləcəm. Amma bu da çox vaxtı dəyişir. Yəni bizdə siz nə qədər dəyişən olub uşaqlar. 11-ci sinifə kimi fikri olub ki, tutaq ki, gedəcəm mən İngiltərədə biznes oxuyacağam. 11-ci sinifə 2 ay qalmış, yəqin sizin də başınıza gəlib. Yəni 2 ay, 3 ay qalmış deyir ki, mən ora getmək istəmirəm, mən fikrimi dəyişirəm. Mən tutaq ki, Çinə getmək istəyirəm, IT üzrə oxumaq istəyirəm. Yəni belə hallar da çox olur. Yəni uşaqların qərar verməsi biraz Çin demişkən, son illərdə Çinə maraq daha çoxalıb. Siz də hər halda bunu hiss edirsiniz və bu Çinin bildiyiniz kimi noyabrda yeni bir imtahan oldu. Bu imtahanlara hazırlıqla bağlı nə vaxtdan başlaya bilərlər, necə başlaya bilərlər? Bizim mərkəzimizdə biz həm fizika, həm riyaziyyat, həm kimya üzrə biz keçirik. Yəni uşaqları hazırlaşdırırıq. Artıq imtahan da verən tələbələrimiz kifayət qədər çoxdur və həqiqətən də deyirəm ki, hal-hazırda uğursuz bir belə tələbəmiz yoxdur. Onsuz da hamısını sizə göndərir. Axırda siz xaricə göndərsiniz, siz nəticələri daha yaxşı görürsünüz. Yəni hamısı hazırlaşır. Elə 2 gün öncə elə fizika müəllimi ilə bu haqda müzakirə aparıb, bir iclas keçirdik ki, sual verdim ki, yəni siz bu işi bilirsiniz də, tələbələr nə vaxt başlamalıdır? Belə bir mənə cavab verdi ki, məktəb bazası olan tələbə 6 ay hazırlaşsa kifayətdir, maksimum. Əgər məktəb bazası yoxdursa və ümumiyyətlə fizikanı sıfırdan başlayırsa, ən azı 1 il, 2 ay hazırlaşmalıdır. Çünki belə bir situasiya var ki, riyaziyyat ən azından demək olar ki, şagirdlərin bir 70-80 valideyn ən azı baza. Hamı nəsə bilir yəni riyaziyyata. Çünki 5-ci sinifdən həmişə biz riyaziyyata yönləndirmişik. Riyaziyyatı öyrən. Amma fizika, kimya bu insanlar üçün biraz fərqli кейsdir. Heç vaxt hazırlaşmayıblar. Əgər tibbə getmirsə, demək olar, birinci kursa getmirsə, bu uşaqlar fizika, kimya hazırlaşır. Ümumiyyətlə Fərman, valideynlər də çoxu fikirləşir ki, sən məsəl üçün gedəcəksənsə, biznes oxuyursansa, tutaq ki, sən fizikanı neynirsən? Heç nə olmaz. Fizikanı belə az belə vaxtı sərf elə. Əsas fənlərə hazırlar. Əslində valideynlərə məlumat üçün bunu qeyd eləyək ki, Çində əgər siz mühəndislik sahəsinə gedirsinizsə, riyaziyyat və fizika mütləq verməlisiniz. Tibb sahəsinə gedirsinizsə, kimya, riyaziyyat mütləqdir. Bəzi universitetlərdə fizika da var və iqtisadiyyat və yaxud da biznesə gedirsinizsə, burada təkcə riyaziyyat imtahanı verirsiniz. Sadəcə əgər Çin planlayırsınızsa, Çin hədəfiniz varsa, bu imtahanlara mütləq girməlisiniz. Bu dövlətin qoyduğu qaydadır. Əgər yaxşı universitetlər, keyfiyyətli universitetlər və təqaüd imkanlarından yararlanmaq istəyirsinizsə, bunları mütləq verməlisiniz və bu da biz Murad müəllim bu sahədə sizə mentorluq eləyə bilər tam şəkildə. Hansı formada başlasın, necə başlasın, onu artıq level check eləyəndən sonra, yoxlanışdan sonra tam şəkildə daha aydın ola bilər ki, 1 aymı, 3 aymı, 5 aymı. Belə bir sual da verim Fərid müəllim sizə. İndi bilirsiniz ki, viza rejimi artıq Azərbaycanla Çin arasında ləğv olunub.
Sizcə bizim uşaqlarımız, yəni ora gedəndə nə kimi uğurlarla qarşılaşacaqlar? Əsasən bir dənə üzr istəyirəm, belə bunu da deyim ki, əvvəl Çinə göndərən şagirdlər, ataları əsasən bizneslə məşğul olanlar idi ki, mənim oğlum oradan və ya qızım getsin oradan, mənim üçün köməklik eləsin. Nəsə göndərsin. Nəsə göndərsin mənə, mən də burada da onun satışı ilə məşğul olum. İndi isə məncə bu artıq dəyişir. Son müraciətlərdə mən bunun fərqini görürəm. Əslində 2 il bundan əvvəl Çin təklif eləyəndə hamısı deyirdi, yox Kitay. Bizə biraz o Kitay malı kimi həmişə Made in China sözü bizim yəni beynimizdə qalıb və artıq insanlar anladı ki, əslində istifadə etdiyimizin 70-80% made in China-dır. Ona görə artıq inanmağa başladılar və təqaüd imkanlarının olması, yaşayış xərclərinin az olması və ən önəmlisi mən valideynlərdən bunu çox eşidirəm. Düşünürlər ki, orada disiplin var və mənim övladım orada artıq heç bir şey eləyə bilməz. Yəni yataqxanasında və s. ciddi bir güvənli ölkədir. Güvənli ölkə. O səbəbdən daha çox göndərmək istəyirlər. Uğurlara qaldıqdıqsa əslində göz qabağındadır. Hamımız bilirik ki, bütün texnologiyanı orada təcrübəsini yaşaya bilərlər. Dünyanın artıq ən super gücünə çevrilir Çin və universitetlər də paralel olaraq burada artıq AI tərəfindəyim, yəni digər tərəflərindəyim çox yaxşı laboratoriyaları, kampusları həddindən artıq böyükdür. Yataqxanaları çox əladır və düşünün ki, bir aylıq tək nəfərlik yataqxana $150. Yəni dünyanın heç bir yerində $150 yataqxana yoxdur. Başqa rayondan gəlsən Azərbaycana daha çox, yəni kirayə pul ödəyərsən. Başqa ölkədə aylıq 500-600 evro tək nəfərlik ev və yaxud da yataqxana. Amma bunlarda $150. Yəni insanlara təbii ki, bu maraqlı gəlir. Həm bir tərəfdən də Çin dili maraqlı gəlir. Çünki gələcəkdə çox ehtiyac olacağı üçün insanlar artıq Çin dilini öyrənmək istəyir. Və paralel universitetə gedib, yəni baxın bir yerdə neçə dənə uğur əldə edir. Həm Çin dilini öyrənmiş olur, həm ingiliscə təhsil alır, həm təcrübə qazanır, həm daha fərqli bir ölkədə, texnologiyanın belə anası olan bir ölkədə deyək, orada bir təhsil alır. O professorlarla, nələrsə yaradan bir professorlarla birlikdə olur, laboratoriyalarda təcrübə keçir. O səbəbdən həqiqətən də hal-hazırda Çin gələcəkdə qabaqcıl ölkələrdən biri. Və bu viza məsələsinə də əslində toxunum. Çünki bizdə düşünürlər ki, o turistik viza yoxdursa, tələbəyə də viza yoxdur. Tələbəyə viza var. Tələbə üçün viza alınır. Təbii ki, amma valideynlər, siz əgər turistik olaraq gedirsinizsə, bura həm Dubayda aiddir, Çində aiddir və s. Hansı ölkələrə birbaşa gedirsinizsə, orada tələbələrə viza var, amma daha rahatdır prosesi. Amma valideynlər üçün ən önəmlisi məsələn odur əslində valideynlər rahat gedib gələ bilsin. Fərman çox üzr istəyirəm. Çox valideynlər deyir ki, yəni Çin uzaqdır. Deyirəm ki, siz Avropaya getməyiniz üçün elə nə qədər viza hazırlaşırsınız. Bir ay bu qədər sənəd yığmalı. Belə bir ay bu qədər sənəd yığmalı. Ondan sonra darıxdın evladın üçün bileti al, samolyota birbaşa uç get gör. Rəsmi iş yeri və s. bir xeyli sənəd istəyirlər, amma Çin daha rahatdır. Nə qədər uzaq ola bilər ki? O səbəbdən valideynlər də əslində rahatdır ki, mən istədiyim vaxt bu gün darıxdım, axşam mindim təyyarəyə, 4-5 saat oradayam artıq və s. Fərman, indi əsasən biz indi tövsiyələrdən danışdıq, yaxşı məqamlardan danışdıq. İndi gəlin biraz problemlərdən danışaq. Real problemlərdən danışaq. Yəni tələbələr problemləri gedirlər ora, yığırlar ki, yəni ağlayan da olub ki, müəllim mən darıxıram, qala bilmir. Yəqin sizə də zəng edən olub ki, anam üçün darıxıram, atam üçün darıxıram, dostlarım üçün darıxıram. Nə yadınıza düşür? Belə problem deyən kimi birinci nə yadınıza düşdü sizə? Problem çoxdur. Çünki həm o qəbul tərəfində problemlər olur. Məsələn, hal-hazırda bizə gündə bəlkə bir 10 sorğu gəlir ki, filan universitetdən filan kəs təqaüd qazandı. Filan universitet 2 gün öncəsində biri zəng eləyib ki, mənim qızımın sinif yoldaşına Hacettepe Qazi Ankara'dan qəbul gəlib tibbə. Mən də baxıram ki, bu universitet açılmayıb elə. Yəni necə qəbul gəlib, gələn bir qəbul məktubu göndərim baxım, ondan sonra söhbət yoxdur, artıq getdi. Və yaxud da ora gedəndən sonra əslində bu biraz analarla uşaqlar arasında biraz həssaslıq olur deyə daha çox belə buraxmaq istəmirlər uşağı və s. Və uşaq ora gedəndən sonra başlayır darıxmağa. Çünki buradakı o komfort həyat ora keçəndə birbaşa yataqxanaya keçir. Artıq yeməyə qabağına gəlir. Özün-özünə qulluq eləməlisən. Paltarlarını, bəli, özün-özünə qulluq eləməlisən. Paltarlarını ütləməlidir, aparıb paltar yuyan maşına qoymalıdır və s.
bu onlara çox çətin gəlir. Sən artıq oyadan yoxdur da. Hə, Yəni heç kim gəlib demir ki, dur dərsə gedəcəksən, dur universitet Keçən il başlayır. belə bir situasiya vardı. Tələbəni göndərmişik. Artıq universitet 3 dəfədir xəbərdarlıq eləyir ki, bu uşaq dərsə gəlmir. Səbəb soruşuram ki, niyə gəlmir? Saat 9-da dura bilmir. Saat 9-da dura bilmirəm deyə dərsə gəlmir və artıq universitet sonuncu xəbərdarlığını edir ki, bunun vizasını ləğv eləyəcəyik. Xahiş eləyirik, bəli, valideynə məlumat verin, valideyn bilsin. Və mən valideynə məlumat verdim. Valideyn də artıq çarə olaraq bunu tapdı ki, səhər saat 9-un yarısı özü budilnik qururdu. Zəng eləyirdi ki, Zəng eləyirdi 4-5 dəfə. Oyan, get dərsə, oyan, get dərsə. böyük problemdir bu. Belə bir situasiyalar olur və ən böyük situasiya, mən uşaqlara da bunu tövsiyə edirəm əslində. Əgər hər hansı bir kəsbiniz varsa, bu çox normal bir şeydir. Bunu mütləq şəkildə birinci kursda ya valideynə, ya bizə bunu bilsinlər və ona görə bir çözüm yolu axtarsınlar. Çünki keçən il idi, səhv eləmirəmsə, ondan əvvəlki il valideyn gəldi, 4 il əvvəl, 5 il əvvəl göndərdiyim tələbə dedi ki, artıq atası deyir ki, bunu magistra göndərək. Tamam, göndərək deyə. Artıq mən bundan transkript, sənədlər istəyirəm. Uşaq deyir ki, yox, hələ qalsın, çıxarda bilmədim və s. Mən artıq problemi hiss elədim ki, Bitirməyim universiteti. Nəsə orada var. Və artıq sonunda etiraf elədi ki, mən cəmi 6 fəndən keçmişəm. Qalan hamısından kəsilmişəm. Və bunu valideynə necə deyəcəyik, hansı formada deyəcəyik? Dedim, axırda bunu deməlisiniz, gec-tez məcburi deməlisiniz. Yəni, əgər o birinci kursda bunu desəydi, Həll tapmaq daha rahat olar. Ola bilərdi və yaxud da müəllim götürə bilərdi özündən dəstək olsun və s. Amma bunu deməyib və 5 il üzərindən keçib, valideyn xeyli pul xərcləyib. Amma indi heç bir yerə gedə bilmir. İndi təzədən 3 il oxuyur. Burada yəni günah biraz valideynlərdə də var ki, yəni siz təkcə uşağı göndərirsiniz, ödənişini eləyirsiniz, yataqxanasına yemək pulunu verirsiniz. Belə deyil, yəni siz mütləq şəkildə maraqlanmalısınız ki, tələbələr doğrudan imtahandan keçirmi, keçmir. Çünki hər bir tələbə hər şeyi valideynə demir də, fərd müəllim. Valideyn orada əslində mənə görə biraz günahsızdır. Çünki valideynə o transkripti təqdim eləyirlər bir şəkildə. AI-da falan düzəldib bir təqdim eləyirlər və valideyn, hər valideyn bu universitet sistemindən onu hansı formada əldə eləsin və s. onu bilmir. Mən belə fərməm, siz tələbə göndərdi, yəni salt tələbə göndərəndə biz izləyirik o uşaqları orada. Elə bir xidmətimiz var. Biz bir il ərzində izləyirik, ona dəstək veririk, hansı dərslərdən müəllim dərs almalıdır və s. Getmədən öncə ən önəmlisi hansı planlama olmalıdır? Məsələn, bəzi tələbələr var ki, biri Dəniz, artıq onu demişəm ki, yayda sənə istirahət yoxdur. Sən sentyabra kimi mütləq şəkildə bu dərslərə hazırlaşmalısan və o da razılaşır və o ora gedəndə daha rahat oxuyacaq. Yəni, problemlər həddindən artıq çoxdur o mənada və valideynlər də əslində günahkar çıxarda bilmərik ki, niyə o dəstəyin verir, maliyyə dəstəyin verir, ora hazırlaşdırıb, göndərib və soruşur uşaqdan ki, hər şey qaydasındadır. Uşaq deyir, hər şey qaydasındadır, superdir, əladır. Amma əslində olan bunu əslində tələbələrdən də tövsiyə edirəm ki, birinci kursda desələr bu çox yaxşı olacaq. Bir də yataqxana məsələsi olur adətən. Heç vaxt hamam tualetin həmişə otağın içində olmasını istəyirlər, mütləq şəkildə. Biraz daha belə özəl otaq istəyirlər. Bu hər zaman hər ölkədə mümkün olmur. Bəzi ölkələrdə təbii ki, mümkündür. Ona öyrəşə bilmirlər ki, biz ev tutmalıyıq və s. və ilə axır. Bu səbəbdən problemlər hər zaman var və biz də bu problemlərin üstəsindən gəlmək üçün çalışırıq. Təqaüdlərlə bağlı da problemlər olur. Biraz dedikodu çoxdur, həddindən artıq. Bizdə bizim günümüzün yarısı dedikodulara cavab verməklə gedir. Filan kəs Oxforddan 100%lik təqaüd qazandı. SAT-ni ora qəbul. Mən məsələn bir valideyn deyir ki, filan kəsin uşağı tibbdən, filan yerdən 100% təqaüd alıb. Mən deyirəm ki, bunu göstərin. Və hələ də sübut ala bilmirəm. Amma inanır. Çünki istər-istəməz o şirinləşdirici şeylər olur və onun yanmaq istəyir ki, əslində ola bilər. Bəlkə buradan biz almamışıq. Amma mən buradan da valideynlərə demək istəyirəm ki, biz olanın ən maksimumunu eləyirik sizin uşaqlar üçün. Çünki təqaüd almaq və s. və sizin yəni rəyləriniz, feedbackləriniz bizim üçün çox önəmli olduğu üçün biz universitetdə hər hansı bir təqaüd proqramı varsa, ona müraciət etmək lazımdırsa, mütləq şəkildə bunu eləyirik. Niyə eləməyək ki, yəni fərd müəllim? Bizim özümüzə yaxşıdır da. Bizim özümüzə yaxşıdır, bizə referansdır və Əlbəttə. Valideyn məmnun qalır, sabah başqasına tövsiyə edir və s. Yəni o səbəbdən istər-istəməz, yəni bu kimi şeylər olur. Hətta Türkiyə ilə bağlı, Avropa ilə bağlı və s. Amerika ilə bağlı filan kəs
falan yerdən 100% təqaüd aldı və s. Sadəcə insanlara çatdırma məsələsi var. Bəzən bizim hal-hazırda Çindən bəlkə 10-a yaxın tam təqaüdlü qəbullarımız var. Yəni, biri ilə sahibdir. Bəli, biri sahibdir. Tam təqaüdlü və s. Amma başqa dünən bir yerdə görürəm ki, əslində bir tanınmayan bir universitetdən də 50% təqaüd alınıb. Bunu bir bəhbəhlə ortaya çıxarıblar ki, çox çətin bir universitetdir, biz buradan qəbul aldıq və s. və ixtisası da tibb ixtisası kimi qələmə veriblər. Biz belə şeyləri çox görürük. Hətta illər əvvəl bir nəfərə health management ixtisasını tibb adı ilə qəbul vermişdilər. Health management. Bəli, adam da qəbul eləmiş ki, health management əslində tibbdir. Mən də buna nə qədər izah etməyə çalışdım. Health sözünü görüb 100% deyib ki, bu health varsa da tibb etməyə çalışdım. Baxın bu 4 illikdir, bu 6 illikdir və s. Onu qəti şəkildə qəbul eləmədi. Təbii ki, bu kimi şeyləri biz bilirik ki, olacaq, problemlər olacaq. Amma siz də əslində bu problemlərin içindəsiniz. Sizə də valideynlər gəlir, soruşurlar və s. Və siz necə belə deyək də, o işin içindən çıxırsınız? Mən fəhməm. Əsasən uşaqlar valideynə deyə bilmədiklərini mənə deyirlər. Yəni uşaqlarımız olur ki, çox daha. Siz o mənada çox uşaqlarla daha bəli, daha belə danışır. Uşaqlar valideynə deyə bilmədiyi bu əslində çox önəmli bir şeydir. Yəni siz bunu bacarmışsınızsa çox yaxşıdır. Necə bacarırsınız bunu? Adı bir dənə nümunə çəkim. Bizim Selton tələbələrin Snapchat platformasında bir qrupumuz var. Orada bizim yəni təsəvvür edin 5 il əvvəl oxuyan tələbələrimiz də var, indiki uşaqlarımız da var. Biri oxur, biri Çindən Strix göndərir, biri Amerikadan Strix göndərir. Avtomatik olaraq da aralarında kommunikasiya, networking yaranır. Yəni rahatçılıqla Zakir var bizdə Kanadada təhsil alır. İndi bizim tələbəmiz var. Burada Rəşaddır, 11-ci sinifdir, SAT hazırlaşıb, artıq verib SAT-sini. Zakirlə kommunikasiya yaratdı, Zakirlə danışdı, o Snapchat üzərindən gördü. Çox əla bir şeydir yəni çünki. İndi artıq fikri Kitay idi, indi tamamilə fikrini dəyişdi Torontoya. Niyə? Bir növ 10 il əvvəl göndərdiyiniz tələblərin də artıq bir-biri ilə əlaqəli. Əlbəttə, yəni biz onu ayırmırıq. Çünki ən yaxşı məsləhəti orada oxuyan uşaq verəcək. Nə biz verə bilərik onu? Çünki biz onun orada yaşadığı çətinlikləri görə bilmirik. Zakir Kanadada, Torontoda təhsil alır. O artıq oranın müsbət tərəflərini də bilir, çətin tərəflərini də bilir. O daha yaxşı məsləhət verə biləcək ki, ora gələcək tələbəyə. Mən yəni əsasən nə məsləhət görürəm uşaqlara? Ora gedəndə boş qalmasınlar. Yəni prinsipləri olmasın ki, universitet, ev, universitet, yataqxana. Mütləq şəkildə əlavə sosial aktivitetlər lazımdır. Çünki universitet vaxtı, yəni özüm də mən xaricdə təhsil almışam. Bizim ən çox boş vaxtımızın olduğu illər universitet vaxtlarıdır. Yəni mən məsəl üçün indi peşmanam ki, mən indi orada əlavə bildiri öyrənmədim. Yəni düzdür, rus dili, ingilis dilini təmiz bilirəm, amma o vaxtlar o məsuliyyəti alınmır. O məsuliyyəti alınmır. Mən indi Ülvi ilə danışıram. Ülvi Medipolda oxuyur. Siz tanıyırsınız Ülvini, çox gözəl. Siz göndərmisiniz. Ülviyə deyirəm ki, Ülvi deyir gitaraya gedirəm. Deyirəm Ülvi, əla, super, amma get sən ingilis dili bilirsən, rus dili bilmirsən və ya Çin dili bilmirsən. Fərqli bir dil öyrən. Fərqli bir dil öyrən. İndi o da mənim qulaq asıb mənim məsləhətimə başlayıb indi alman dili öyrənməyə səhv eləmirəmsə, özü üçün yaxşıdır. Yəni inkişaf elətdirəcək özünü. Çünki mən özümü yəni qayıdıram, baxıram öz universitet vaxtıma, mən çox şey eləyə bilərdim. Sadəcə bəlkə də mənə bu məsləhət verən olmayıb ki, Murad, onu elə, bunu elə. Və uşaqların indi xoşbəxtliyi odur ki, onlara məsləhət verənlər var. Çünki 10 il bundan əvvəl, 15 il bundan əvvəl belə bir situasiya yox idi ki, kiməsə tövsiyə versinlər, xaricə gedənə bəzən pis baxırdılar. Yəni niyə xaricə gedirsən və s. Artıq o dövr gəlib ki, uşaqları dəstəkləyir valideynlər maksimum dərəcədə getsin, yəni irəli getsin. Bir dənə də problemi danışım. Problemin biri daha çox maraqlı hekayədir. Bir tələbəni göndərmişik. Tələbə Macaristana qəbul alıb. Valideyn də uşağından əl çəkə bilmirdi. Yəni elə çox istəyir. Yəni əlbəttə hamının evladı özünə ən şirindir. Atası həftədə bir dəfə gəlir ki, mən darıxıram oğlum üçün, darıxıram. Mən nə edeyim, istəmirəm orada, bəlkə qaytaraq. Məsələdə gördük ki, gedin, 1-2 həftə qalın orada. Siz də qalın orada. Təsəvvür edin, 2 aydan bir, hər dəfə gedirdi 1 həftə 10 gün orada qalırdı. Hal-hazırda ən çox belə o istəklərdəndir ki, bəs uşaq gedir, mən də orada 1 ay, 2 ay. Mən də orada qala bilim. Axır ki, artıq atası öyrəşdi ki, mənim evladım oradadır. Tövsiyə olunan budur ki, yəni biraz uşağı buraxın artıq o ayrılma mərhələsi olsun. Çünki artıq yeni həyata başlayır, bakalavr oxuyur. Bu bir yerdə ayrılmalıdır. Təbii valideynlər də başa düşürük bundan bağlı. Fərman, gəlin bir dənə təzə bir rubrika başladaq. Məncə bizdən sonra kimsə burada podcast edəcək. Çətin suallar verəcəksiniz. Yox, çətin suallar vermişəm, indi belə ağlıma gəldi. Başqa bir podkastda görmüşdüm. Bunu özümün xoşuna gəlmişdi. O yoxsa bu eləyək. Bəli. Məsəl üçün indi mən sizə elə ən çətini budur. Təhsillər, belə təhsil üçün ölkələr haqqında sual verəcəm. Gəlin belə başlayaq.
Kanada yoxsa USA-da təhsil? Hər ikisi. Gəlin birini seçin. Birini seçin. Özünüzü deyin, özünüz üçün. Siz Kanada. hara gedərsiniz? Kanada. Bəli. Çin yoxsa UK? UK, UK, əla. Macarıstan yoxsa Avstriya? Macarıstan, Hollandiya yoxsa Belçika? Hollandiya. Hollandiya ümumiyyətlə məncə Sonra çox sevir Sifət müəllim. bəli, ən real seçimdir. Çünki şəhər olaraq, ölkə olaraq çox təhlükəsiz. Hər şey universitetləri çox əladır və tələbələr düzdür ora 12-ci sinif istəyir, amma tələbələr gedə bilər, hansı ki 1 il burada oxuyub gedə bilər və yaxud da CELT-in 12-ci sinifini oxuyub gedə bilər. Ondan sonra ora ən mükəmməl seçimdir. İsveçrə yoxsa Norveç? Norveç. Nəyə görə Fərman? Mən İsveçə gözləyirdim sözünüzü. İsveçrədəki olan universitetlər ingilis dilində deyil çoxu və bu səbəbdən tələbələr orada təhsil ala bilmir. Hər kəsə təşəkkür edirik. Çox sağ olun bizi izlədiyiniz üçün. Bütün xarici təhsil almaq istəyən şagirdlərə, tələbələrə uğurlar arzulayırıq. Əgər burada suallarınıza cavab ala bilmədinizsə, bizimlə əlaqə saxlayın və mütləq şəkildə biz sizin suallarınızı cavablayacağıq. Təşəkkür edirik. Çox sağ olun. Mən də hamınla sağollaşmaq istəyirəm. Çox sağ olun ki, bizi izlədiniz. Valideynlərin təhsil planlamasında nə kimi bir köməklik lazım olsa, bizə müraciət eləyə bilər. Biz sizin övladınızı ən yaxşı yerdə oxutacağıq. Növbəti görüşlərə dək. Sağ olun.